Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Zilhiccə ayı Allah yanında bərəkətli aylardan biridir və əzəmətinə görə digər aylardan. Əzəmətinə görə Zilhiccə ayı digər aylardan ona görə fərqlənir ki, Allahın bütün dünya müsəlmanlarına vacib qıldığı həcc mərasimi bu ayın payına düşür. Zilhiccə ayının 8-i, 9-u və 10-u ardıcıl olaraq bu xüsusi 3 gün Allah yanında xüsusi önəmli ona görədir ki, Zilhiccə ayının 8-i tərbiyə günü adlanır, 9-u Ərəfə günü adlanır və onu da bildiyimiz kimi Qurban bayramıdır, qurban kəsilən gün. Tərbiyə nə deməkdir? Tərbiyə bir neçə anlamda bizə hədis qaynaqlarından gəlir ki, özünü görmə, özünü dərk eləmə, özünü tanıma. Və bəzi rəvayətlərdə buyurulur ki, Hz. İbrahim əleyhissalam Allah əmrini yerinə yetirmək üçün Ərəfat və Minaya yola düşəndə Mələk Cəbrail əleyhissalam ona su götürməyi tövsiyə edir ki, bəs oralarda su yoxdur və zəruri ehtiyac üçün su hazırlığı elə. Tərbiyə günü, tərbiyə gecəsi, yəni Zilhiccənin 8-i müsəlmanlar vacibatı yerinə yetirməkdən ötəri, həcc vacibatını yerinə yetirməkdən ötəri həcc əməllərinə başlayırlar və həmən günün göstərişlərindən budur ki, həcc ziyarətində olmayıb, belə deyək ki, kənarda olan digər müsəlmanlara oruç tutmaq tövsiyə edilir, həmən günü qüsl etmək tövsiyə edilir, Ummu Davud duasını oxumaq tövsiyə edilir və digər müstəhəb əməllər var ki, onları icra eləmək Allah yanında bəyənilir. Həmən gün tərbiyə günü odur ki, İmam Hüseyn əleyhissalam Zilhiccənin 8-də Məkkədən Kufa istiqamətinə yola düşdü. Zilhiccənin 9-u bildiyimiz kimi Ərəfə günüdür. Ərəfə günündə hacılar Ərəfat çölündə Allah əmrini yerinə yetirməkdən ötəri vüquf edərlər, günahlarının bağışlanmasını Allahdan istəyərlər və o günü də belə deyək ki, müsəlmanlar oruç tutması tövsiyə edilir, qüsl etmək tövsiyə edilir və təbii ki, sabahısı da Qurban bayramıdır ki, Qurban bayramında qüsl edib, namaz qılmaq, bayram namazı və ondan sonra qurbanları kəsmək Allah yanında bəyənilmiş əməllərdəndir. Tərbiyə günü və Ərəfə günü oruç tutmaq qeyd elədiyimiz kimi tövsiyə olunan oruclardandır. Qəzası olanlar qəza niyyət eləsinlər, amma bildiyimiz kimi Qurban bayramı oruç tutmaq haramdır. Dualarınızda bizləri unutmayın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.